Ölkənin qərbində elə bir rayonumuz var ki, Mingəçevir su anbarından Murovdağ silsiləsinədək böyük bir məsafədə uzanır. Kiçik Qafqazın ən hündür zirvəsi olan Qamışdağ, eləcə də Murovdağ silsiləsinin bir hissəsi bu rayon ərazisində yerləşir. İki şəhər 5 rayonla həmsərhəd olan Goranboyun çay sistemi əsasən Kürəkçay və onun qollarından ibarətdir. Bu çaylar Kür hövzəsinə aiddir. Goranboy rayonu ölkəmizdə bütün əsas iqlim tiplərinin yayıldığı nadir rayonlardan biridir. Burada yarım biyaban və quru çöl, mülayim isti, soyuq və dağ tundra iqlim tipləri müşahidə olunur. İllik yağıntının miqdarı 300-500 mm arası dəyişir. Rayon ərazisində hündürlük artdıqca torpaq tipləri bir-birinə əvəz edir. Goranboy rayonu 2 coğrafi vilayət, 2 coğrafi rayonda yerləşir. Şimalında Bozdağ landşaftının qorunduğu Körçay qoruğu mövcuddur. Goranboy rayonunun əhalisi təqribən 100 min nəfərdir və burada əhali sıxlığı nisbətən aşağıdır. Rayonda adam başına düşən ümumdaxili məhsul 5200 manatdır və bu göstəriciyə görə Gəncə Daşkəsən iqtisadi rayonunda ön sıralardadır. Goranboy aqrar rayondur. Burada əhalinin əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Pambıqçılıq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir. Rayonda Goranboy şəhərlə yanaşı əlverişli coğrafi mövqeyə malik Dəlməmətli şəhəri də yerləşir. Goranboy rayonu ənənəvi kənd təsərrüfatı sahələri ilə yanaşı, son illərdə sənayeləşmə istiqamətində də mühüm inkişaf yolu keçməkdədir. Regionun sosial-iqtisadi tərəqqisinin təmin edilməsində, məşğulluq səviyyəsinin yüksəldilməsində və yerli istehsalın genişləndirilməsində sənaye sahələrinin rolu ilbəil artır. İqtisadi şaxələndirmə siyasətinə uyğun olaraq, rayonda müasir tələblərə cavab verən sənaye müəssisələrinin yaradılması və mövcud istehsal güclərinin modernləşdirilməsi prosesi uğurla davam etdirilir. Rayonda Construlab Industries, Türk Yapı Sənaye, Gilan Nauf, Alyans Gips, Retro İnşaat, Gilan Ağcakənd Gips, Mətanət A, Avangard N və digər sənaye müəssisələri fəaliyyət göstərir. Goranboy rayonu faydalı qazıntılarla zəngindir. Burada naftalanın müalicəvi nefti, yuxarı Ağcakəndin gips yataqları, həmçinin barit, gil və tikinti materialları mövcuddur. Rayonda ölkə əhəmiyyətli Bakı-Qazax magistral və dəmir yolu xətti, eləcə də Bakı-Subsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərləri keçir. Gününün özünə məxsus çıxıb batdığı Goranboy rayonu ölkə coğrafiyasında mühüm yer tutur.